Bugünkü dərsimiz quantifiers, miqdar ifadələri. Kəmiyyət ifadə edən bir çox miqdar ifadələr vardır. Bəziləri sadəcə cəm isimlə, bəziləri ancaq tək sayılan və yaxud sayılmayan isimlə işlənir. Və bu kəmiyyət ifadə edən kəlmələr həm isimləri təyin edir, həm də onların əvəzinə işlənə bilir. Bax, bunu yadımızda saxlayaq ki, onlar ismin qarşısında da işlənə bilər. Onlar özləri sərbəst, müstəqil şəkildə də işlənə bilər. Many, several, a few, few çox üzərində dayanmıram. Siz onsuz da bilirsiniz ki, bunlardan sonra cəm isim gəlir. Many bir çox, several bir neçə, a few biraz yetərli, few çox az yetərsiz, demək olar ki, yox şəklində ifadə olunur. Burada bizim əsas diqqət etdiyimiz məsələ odur ki, a few müsbət mənada işlənir, few mənfi mənada işlənir. Necə yəni mənfi? Yəni ki, demək olar ki, yox deməkdir few. Ona görə də müəllimlər few inkar cümlələrdə işlənmir. Və yaxud da ki, few olan cümləyə inkarlıq gətirmək olmaz. Bunu yadda saxlayaq. Və yadda saxlayaq ki, bu sözlər ismin qarşısında işlənərkən ismi cəmdə götürür və yaxud və xəbər mütləq şəkildə cəmdə olur və yaxud da ki, bunlar özləri tək müstəqil işlənirlərsə də isimsiz, yenə də bunlar əgər mübtada kimi cümlədə istifadə olunurlarsa da, yenə də həmin cümlənin xəbəri mütləq şəkildə cəmdə olmalıdır. Misallar verilibdir. Bir də bundan başqa so, to, very kimi zərflərlə birlikdə təsdiq cümlələrdə işlənir. Gəlin diqqət edək. Məsəl üçün deyirik, so many, o qədər çox, too many, o qədər çox, very many, o qədər çox. Bax, burada yadda saxlayın ki, many'nin, several və yaxud few'nun qarşısında biz so, to, very zərflərində işlədə bilərik. Məsəl üçün, axırıncı cümləyə baxaq nümunələrdə. We consume too many calories and that makes us fat. Too many, həddindən artıq çox deməkdir. So many, o qədər çox deməkdir. Very many, o qədər çox deməkdir. Yəni, so, to, very işlənə bilir many ilə, few ilə. Biz onları yadda saxlamalıyıq. Bu sözlərdən sonra preposition of gələrsə, ya bir object pronoun, yəni ki, obyekt əvəzlikləri, them, you, us, ya da bir determine müəllimlər ingilis dilində təyin edicilərə deyirlər. Siz əgər determine eşidirsinizsə, deməli bu təyin edicidir. Təyin edicilərə nə aiddir? Nələri biz təyin edici kimi götürə bilərik? Article təyin edicidir. İşarə əvəzlikləri, yəlik əvəzlikləri, bunlar hamısı təyin edicilərdir. Determine, ingilis dilində determine adlanır. Yəni ki, testlərdə bu determine sözü qarşınıza çıxa bilər. İşlənir və davamında cəm isim gəlir. Bu nə deməkdir? Gəlin diqqət edək. Bir daha deyir ki, bir daha qaydaya diqqət edək. Bu sözlərdən sonra preposition of gələrsə, yəni ki, of sözünü, ya bir object pronoun, yəni ki, obyekt əvəzlikləri, them, you, us, ya da bir determine, yəni ki, article, işarə əvəzliyi, yəlik əvəzliyi ilə işlənir və davamında cəm isim gəlir. Yadda sabah, indi burada sizə qısaca bir məlumat verim. Dərhal, many, several, a few, birbaşa ismi götürür. Birbaşa. Many, several, a few ilə isim arasında heç bir təyin edici yoxdur. Yəni, determine yoxdur. Nə article yoxdur, nə işarə yoxdur, əvəzliyi, nə yəlik əvəzliyi. Amma əgər biz bu miqdar bildirən sözləri of sözünü ilə işlədiriksə, many of, several of, a few of, few of, onlardan sonra obyekt halında olan əvəzlik gələ bilər. Məsələn, many of them, onlardan çoxu. Many of you, bizdən çoxumuz. Və yaxud isim gəlməsi üçün, ofdan sonra ismin gəlməsi üçün mütləq şəkildə of ilə ismin arasında təyin edici durmalıdır. Bu mütləqdir.
Mütləq. Məsəl üçün deyirəm ki, many of, biri var deyirəm many books, çoxlu kitablar. Biri də var deyirəm many of the books, kitabların çoxu. Bax, many of-dan sonra books sözünü mən təyin edici olmadan işlədə bilmərəm. Mütləq şəkildə many of, several of, a few of, few of-dan sonra mütləq hansısa bir təyin edici gəlməlidir. Ya article, ya işarə əvəzliyi, ya yiyəlik əvəzliyi, sonra isim gəlməlidir. Birbaşa of-dan sonra isim gələ bilməz. İsmin təyin edicisi olmalıdır. Baxaq, many of the passengers, görürsünüzmü? Many of the passengers. Eləcə many of passengers, yox, o yanlışdır. Əgər siz testlərinizdə many of-dan sonra və yaxud bir daha deyirəm several of, a few of-dan sonra gələn cəm ismi götürürsünüz, doğrudur. Amma həmin o cəm ismin qarşısında mütləq təyin edici olmalıdır. Mütləqdir bu, mütləq. Və çox vaxtı bu bizim gözümüzdən qaçır. Diqqət etmirik. Deyirik, hə də many of yazılıb, isim də cəmdədir, deməli doğrudur. Amma yox, doğru deyil. Təyin edicisiz işlənmir. Məsələn, several of the troops, görürsünüzmü? Z təyin qarşısında. A few of these reports, görürsünüzmü? Of-dan sonra işarə əvəzliyi these, sonra isə cəm isim gəlibdir. Sonra qaydamızın dalı few, only a few, not many, hardly any. Bunların hamısı çox az. Demək olar ki, yox deməkdir. Və bunlar da özlərindən sonra sayıla bilən cəm isim götürür. Few, only a few, not many, hardly any. Məsələn, memories usually begin to resurface after only a few hours. Only'dən sonra bilirik bunu gözəl, ya a few'dur, ya a little'dır. Not many people, hardly any horses. Burada da to, so, very zərfləri many, few sözlərini təyin edə bilir və cəm isimli işlənir. Məsələn, too many fundamental questions are left unanswered. Bir çox, eləcə çox demirik. Deyə bilərik, həddindən artıq çox. Deyə bilərik, bir çox əsas suallar cavabsız qalır. Very few people understand exactly what social media actually is. Sosial medianın nə olduğunu çox az adam başa düşür. Few nədir? Few çox az, həddindən artıq az. Very few da çox az. Gücləndirir. Bizim miqdar bildirən sözümüzü gücləndirir. Mənim də bircə dəqiqə üzr hesab edin, bircə dəqiqə. Bəli, davam eləyək. Bu sadaladığımız many, few, a few, several, bunlar hamısı biz artıq bazada keçmişik ki, sayıla bilən cəm isimlərlə işlənir. İndi isə sayıla bilməyən isimlərlə much, a little, little. Artıq bunları da bilirik ki, özlərindən sonra sayılmayan isim gələn bu sözlərdən much çox, a little biraz yetərli, little çox az yetərsiz deməkdir. Burada da bunlar so, to, very kimi zərflərlə birlikdə təsdiq cümlələrdə işlənir. Buna da diqqət edin. Təsdiq cümlələrdə deyir. Görürsünüz, deyir ki, təsdiq cümlələrdə işlənir. Və yaxud da ki, a little müsbət, little mənfi mənada işlənir. Bunu da bilirik. Burada da müəllimlər bu sözlərdən sonra preposition of gələrsə, of-dan sonra biz ya object pronoun, yəni obyekt əvəzli it götürürük. Niyə it? Çünki axı bunlar hamısı sayılmayan isimlərlə işlənir. Sayılmayan isimlər isə tək isimlərdir. Yalnız it.
Ya da bir determine, yenə də deyirəm, determine təyin edici, təyin yox, təyin edici, artikel, işarə əvəzliyi və yaxud yalik əvəzliyi və s. Və davamında sayıla bilməyən isim gəlir. Mütləq şəkildə bu elə bir qaydadır ki, biz bunu, yəni ki, asan qaydadır. Amma bir daha deyirəm, testlərdə bu insanı çox çaşdırır. Çox həddindən artıq. Yadda saxlayın. Əgər much of-dursa, a little of-dursa, birbaşa onlar özlərinə ismi götürə bilmir. Of-dan sonra mütləq həmin sayılmayan ismin qarşısında təyin edici olmalıdır, sonra isim gəlməlidir. Təyin edicilərdə başa saldım, artikel ola bilər, işarə əvəzliyi ola bilər, yəlik əvəzliyi ola bilər. Bunlar təyin edicilərdir. Much of, bütün cümləni oxumuram nümunədə. Much of its traffic. Görürsünüz, eləcə demir much of traffic. Heç much traffic deyə bilərik. Amma of-la gəlibsə də artıq onun qarşısında təyin edici olmalıdır. Və yaxud a little of its flavor. Little, only a little, not much, hardly any. Buralarda çox az demək olar ki, yox deməkdir və özlərindən sonra sayılmayan isim ilə işlənir. Bunların hər birini bilirik. To, so, very sözləri, much, little sözlərini təyin edə bilir və sayılmayan tək isimlə işlənir. Artıq bunu bilirik ki, biz to, so, very, bunlar zərflərdir. Miqdar bildirən much, little-ın qarşısında işlənə bilər, amma məlum məsələdir ki, much, little sayılmayan isim götürəcək. Məsələn, too much information, çox məlumat, həddən artıq çox məlumat. Bax, bu to, so, very bizim miqdar bildirən sözümüzü much-dımı, little-dımı, many-dimi, few-dımı bir balaca olaraq gücləndirir. Bunların istifadəsi. Qeyri bir qaydası yoxdur bunun. Və yadda saxlayaq ki, mən bunu artıq sizə dedim ki, bu kəmiyyət bildirən sözləri ismin qarşısında işlənə bilir. Bundan əlavə, bunlar isimsizdə özləri müstəqil şəkildə işlənib çox, biraz, az mənasını verə bilir. Və burada da yazılıb, much, little, a little özlərindən sonra isim almadan zərf olaraq da işlənə bilirlər. Və yadda saxlayaq ki, mənimlər, əgər bunlar ismin qarşısında işlənirsə, onlar artıq sifətdir, adjektivdir. Yadda saxlayın. Ümumiyyətlə, ismin qarşısında ismi təyin edən nə varsa da, onların hamısı adjektiv adlanır. Yox, bunlar əgər özləri müstəqil işlənirlərsə də, və yaxud da ki, feildən sonra gəlirlərsə də, feildən sonra da gələ bilərlər bunlar feilə görə artıq zərfdirlər, adverbdir, yaddan çıxartmayaq. Çünki ola bilər ki, cümlədə bizdə bunların funksiyasını soruşar ki, məsəl üçün, hansı cümlədə kəmiyyət bildirən söz adjektivdir. Nə edirik? Baxırıq ki, ondan sonra isim durub, yoxsa yox. Mütləq var, bu testlər, belə testlər var. Əgər isim durubsa da, deməli bu many, much, few, little, a few, a little, several, bunlar adjektivdir. Yox, əgər bizə deyirsə də, hansı cümlədə, bax bu kəmiyyət bildirən sözlər adverb, zərf kimi işlənir. Biz baxmalıyıq ki, ya onlardan sonra isim gəlməsin, ya da bunlar feildən sonra gəlsin, feili təyin eləsin. Onda artıq olurlar zərf. A lot of, lots of, plenty of, a large quantity of. Bunlarda bir şey yadda saxlayaq ki, a plenty of deyilən ifadə yoxdur. Testlərin içində çox vaxt elə yazırlar çaşdırmaqdan ötürü. A plenty of deyilən bir şey yoxdur. Sadəcə olaraq plenty of var. Cəm və yaxud sayılmayan isimlərlə işlənən çox, bir çox kimi məna verən bu sözlər adətən təsdiq cümlələrdə işlənir. Məsələn, there are a lot of monuments and lots of və yaxud plenty of historic buildings in Istanbul. A large quantity of, bax bu bizim qarşımıza çıxmamış dinləyənə kimi a lot of var idi, lots of var idi, plenty of var idi, amma a large quantity of o da çox, bir çox deməkdir.
Özlərindən sonra bu həm sayılmayan isim götürür bunlar və yaxud da ki sayılan cəm isim götürür bunlar. Və görürsünüz mü? Bax, burada mənim qaydamda yazılıb ki, ən birinci cümlədə cəm və yaxud sayılmayan isimlərlə işlənən, çox, bir çox kimi məna verən bu sözlər adətən təsdiq cümlələrdə işlənir. Adətən sözünə diqqət edin. Çünki adətən deyilsə, bu demək deyil ki, mütləq şəkildə yalnız və yalnız təsdiq cümlələrdə işlənir. Yəni, inkar cümlələrdə də işlənə bilərlər. O biri qaydaya baxaq. Saç nümunələrdən sonra gəlir. Nümunələrin üzərində bir-bir dayanmıram. Biz onların hamısını artıq bilirik. Yəni ki, bazada keçdiklərimi bax belə qısa məlumat verirəm. Harada ki, sizə diqqətinizi cəlb etməliyəm. Testlərdə nələr ki, qarşınıza çıxa bilər, onların üzərində dayanıram. Saç, quite, razə, üstəgəl, a lot of ilə işlənərək ismi təyin edə bilir. Yadda saxlayaq ki, müəllimlər, saçdan, quite'dan, razədən sonra much, many, few, if you işlənmir. Bunlardan sonra a lot of işlənir. A lot of işlənib ismi təyin edə bilir. Və such a lot of, quite a lot of, razı a lot of'dan sonra ya sayılmayan isim gələ bilər, ya da sayılan cəm isim gələ bilər. Məsələn, I have never seen such a lot of people together. Bu qədər insanı bir yerdə heç vaxt görməmişəm. Deyilərdi, bu qədər çox insanı bir yerdə heç vaxt görməmişəm. That man Avazeyə had quite a lot of money on him the other day. Həmin gün oradakı adamın üstündə xeyli pul var idi. Quite a lot of money, xeyli pul var idi. A lot, bunlar hansı vardı? Bir daha təkrarlayaq. A lot of, lots of, plenty of, a large quantity of. Sayılan cəm və yaxud sayılmayan isim götürür. Amma a lot, lots, plenty özlərindən sonra isim almadan zərf olaraq da işlənə bilirlər. A lotdan sonra isim gəlməz. Lots'tan sonra isim gəlməz. Plenty'dən sonra isim gəlməz. Bunlar yalnız və yalnız özləri zərf kimi isimsiz işlənə bilər. Məsələn, və yaxud da ki, feildən sonra gəlir. Thanks a lot for your help. Yardımın üçün çox sağ ol. A lot of yox, eləcə a lot. She hadn't brought anything to eat, but we had lots anyway. Yeməyi heç nə gətirməmişdi, yenə də çox şeyimiz var idi. Had lots. How much money have you got? Nə qədər pulun var? Plenty, çox. Görürsünüz demir plenty of. Plenty. İsimsiz işlənib, sadəcə plenty. Digər qaydamız a great deal of, a good deal of, a large amount of, a vast amount of, a small amount of. Görün nə qədərdir? Özlərindən sonra sayılmayan isim gələn bu sözlərin hamısı çox, bir çox anlamında işlənir və xəbərləri tək olur. A great deal of, hamısının tərcüməsi eynidir, müəllimlər. Hamısının tərcüməsi çox, bir çox deməkdir. A great deal of, a good deal of, a large amount of, a vast amount of, a small amount of. Məsələn, dealing with an angry person requires a great deal of sensitivity. Öfkəli bir insanla uğraşmaq çox böyük, çox həssaslıq tələb edir. Europeans stole a vast amount of land and resource from the Middle Eastern peoples. Avropalılar yaxın şərq xalqlarından çoxlu torpaq və sərvət uğradılar və sairə və ilaxır. Sizə əsasən nəyə yadda saxlamaq lazımdır? İfadələri yadda saxlamaq lazımdır. Və sizə asan olsun bu ifadələri yadda saxlamaq üçün key point-a baxın. Görün key point-də nə yazılıb? Tərkibində deal və amount olan birləşmələr əsasən sayıla bilməyən isimlər işlənir. Görürsünüzmü? Bir daha diqqət yetirək.
Tərkibində deal və amount olan birləşmələr əsasən sayıla bilməyən isimlərlə işlənir. Amma onun aşağısında görün nə yazılıb? A small amount of yuxarıdakı kəmiyyət bildirən sözlərdən fərqli olaraq çox az, kiçik, az bir miqdar şəklində işlənir. Burada bizə verilən sözlərin hər birisi a great deal of, a good deal of, a large amount of, a vast amount of. Çox, bir çox deməkdir. Özdə yalnız sayılmayan isimlərlə, yəni siz ifadədə deal və yaxud amount görürsünüzsə, bilin ki, bunlardan sonra sayılmayan isim gəlməlidir. Və hər birisi çox, bir çox deməkdir. Amma a small amount of, çox yox, çox az, kiçik, az bir miqdarda deməkdir. Məna fərqi lazım olarsa da bizə, biz artıq orada məna fərqinə görə baxmalıyıq ki, məsəl üçün, a small amount of işlətməliyəm, yoxsa ki, mən orada a vast amount of işlətməliyəm. A large amount of, məsəl üçün, a large amount of çox, amma a small amount of az, çox az miqdarda. Bunu yaddan çıxartmayaq. Digər kəmiyyət bildirən sözlərimiz a number of, a good many, quite a few, a good few, a great many, a large number of, scores of, large numbers of, various, numerous. Görün nə qədərdir. Özlərindən sonra cəm isim gələn bu sözlərin hamısı çox, bir çox anlamında işlənir və xəbərləri cəm olur. Yadda saxlamaq, bunlar çətin bir qaydalar deyil. Çətinlik bunların hamısını yadda saxlamaqdır ki, hər hansısa sayılmayan isimlə, bunlar isə sayılan cəm isimlə işlənir. A number of bunu bilirdik. A good many, quite a few, many sözünə görə bilirik. Quite a few-ya görə bilirik. A good few-ya görə bilirik. A great many, a large number of, scores of, large numbers of, various, numerous. Bəli, bunlardan sonra cəm isimlər işlənir. English contains a number of sounds and sound distinctions not present in some other languages. İngilis dilində bəzi digər dillərdə olmayan bir çox səslər və səs fərqləri var. Hər birinin üzündə dayanmıram. Məlum məsələdir. Əsasən key point-ə baxaq. Key point-ə baxaq. Tərkibində number, many və few olan birləşmələr əsasən cəm isimlərlə işlənir. Bir daha deyir, bax, bayaq bizə key point-də nə dedi? Dedi ki, a deal of, an amount of, tərkibində deal, amount olan sözlər sayılmayan isimlərlə işlənir. İndi isə deyir, tərkibində number, many, few olan birləşmələr əsasən cəm isimlərlə işlənir. The number of birləşməsinin sayısı mənasında işlənir və davamında cəm isim, üstəgələk tək xəbər şəklində olur. Bu nə deməkdir? Müəllimlər, biz bilirik ki, ingilis dilində a number of çox, çoxlu deməkdir. Amma the number of sayı deməkdir. Nəyinsə sayı, say sözü deməkdir. Bircə dənə say sözü deməkdir. Və məlum məsələdir ki, bizim cümləmizin mübtədası the number of-dursa, say xəbəri təkdə götürəcək. Gəlin örnək suala baxaq. Which of the following statements is wrong about the usage of the quantifiers? Buyurun müəllimlər. Deyin və seçdiyiniz variantı izah edin mənə. Şərtimiz nə idi burada? Burada şərtimiz oydu ki,
Miqdar bildirən sözlərin istifadəsi ilə yanlış cümlə aşağıdakılardan yanlış cümlə hansıdır? Kim hansı variantı demək istəyər? Nigəri, nə seçərsən qızım? Ben burada müəllimə Aha. C-ni seçirəm. Amma Nəyi seçirsiniz? C-ni C-ni. yanlışdır, səhvdir da yəni. Niyə səhvdir? C-də nə yazılıb deyə bilərsinizmi? Use free determines. Təyin edicilər deyir so as to gələ bilər. Yox, so as to bu cümlənin özünün şeyidir. Deyir ki, such, quite and rather can be used as predeterminants. So as to express, ondan ötürü ki, so as burada ondan ötürü ki demək. To express emotions. Such, quite və rather determine, predetermine, yəni təyin edici kimi işlənir və emosiyalar bildirir də, bəli, gücləndirmək üçün işlənir də burada. Such a lot of, quite... Bizə səhv lazımdır. Səhvsə Bəli, A-nı deyirsiniz. Deyirsiniz ki, a large quantity of, deyir a large quantity of həm sayılan, həm də sayılmayan isimlərlə işlənir. Doğrudur. A large quantity of sayılan və sayılmayandan işlənir. B variantı yanlışdır. Deyir ki, the expressions deal and amount are mainly used with countable nouns. Xeyr, biz dedik axı, tərkibində deal və amount olan ifadələr yalnız sayıla bilməyən isimlərlə işlənir. Uncountable nounslarla işlənir. Burada isə deyir ki, deal və amount, tərkibində deal və amount olan ifadələr sayıla bilən isimlərlə işlənir. Səhv bax elə B variantıdır. Amma aşağıda A yazılıb da only B. A variantını götürür elə bir. Haradakı yalnız B variantı yanlışdır. Most some, qulaq asaq qaydanın dalına. Most some, özündən sonra həmcəm, həm də sayılmayan isimlə işlənən bu sözlərdən most sözü çoxu, bir çox, some sözü bəzi, biraz, bir qədər mənasında işlədilir. Most və some bəzən isimsiz də işlənə bilirlər. Məsələn, according to most studies, people's number one face public speaking. Araşdırmaların çoxuna görə insanların bir nömrəli qorxusu kütlə qarşısında danışmaqdır. Yəni, according to most studies, araşdırmaların çoxuna görə. Technology can overcome most obstacles. Texnologiya bir çox maniyələrin öhdəsindən gələ bilər. Most cheese is made from cow's milk. Çox pendir inək südündən hazırlanır. Some students had difficulty in understanding the lecture, but most understood. Burada artıq most tək işlənib. Bəzi tələbələr mühazirəni başa düşməklə çətinlik çəkdilər, lakin əksəriyyəti başa düşdü. Hər birinin üzərində bir daha deyirəm, dayanmıram bir-bir. Hər bir nümunə verilib, tərcüməsi də sizə verilibdir. Sadəcə olaraq bilmək lazımdır ki, most və samdan sonra həm sayılan cəm isim gələ bilər, həm sayılmayan isim gələ bilər. Most və sam ismin qarşısında işləndiyi kimi tək özləri müstəqil də işlənə bilərlər. Burada sam ilə verilibdir. Gəlin baxaq. Sam miqdar sayıları ilə, bəli, bax bu bizə mütləq lazımdır. Sam miqdar sayıları ilə işlənərkən təxminən hardasa mənasında işlənir. Diqqət edin mənimlə. We have already sold some 20,000 copies of this book. Biz artıq bu kitabın təxminən 20.000 nüsxəsini satmışıq. Eləcənə sam necə tərcümə olunur? Eləcənə sadəcə olaraq sam, bəzi, biraz, bir qədər. Amma əgər bizdə samdan sonra say gəlirsə də, artıq burada təxminən
haradasa mənasını verir. Məsələn, he lectured at the University of Cambridge for some 50 years. Təxminən 50 il Cambridge Universitetində dərs dedi. Some hər hansı bir qeyri-müəyyən və ya önəmli olmayan şəxsi ya da əşyanı ifadə etmək istədikdə sayılan təksimlə işlənir. Burada gəlin diqqətli olaq. Biz indiyənə kimi öyrənmişik ki, samdan sonra gələ bilər sayılmayan isim və yaxud samdan sonra gələ bilər sayılan cəm isim. Amma görürsünüzmü indi bizə nə deyir? Deyir sam, hər hansı bir qeyri-müəyyən və önəmli olmayan şəxsi ya da əşyanı ifadə etmək istədikdə sayılan təksimlə işlənir. Gəlin burada nümunələrə baxaq. There must be some way of opening this printer. Bu printeri açmağın deyir, bir yolu olmalıdır. Hansısa bir yol olmalıdır. Hətta daha düzgün olsa belə tərcümə olunur. Və yaxud some idiot driver crashed into the back of my car. Hansısa axmaq sürücü maşının arxasına çırpıldı. Yəni ki, biz burada dəqiq bilmirik kimdir. Hansısa mənasında sayılan təksim götürür. Müəllimlər? I don't want to spend my life doing some boring little office job. Həyatımın can sıxıcı bir ofis işi ilə keçirmək istəmirəm. Həyatımı hansısa can sıxıcı bir ofis işi ilə keçirmək istəmirəm. Belə daha düzgün olardı. Dalına qulaq asaq. Bu sözlərdən sonra preposition of, yəni of sözünü gələrsə, ya bir ofdan sonra biz obyekt halında olan əvəzliklərdən istifadə edirik. Ya da mütləq şəkildə isim gəlirsə, ismin qarşısında bir daha yazılıb determinə, yəni təyin edici olmalıdır. Sonra isə sayılan cəm isim və yaxud sayıla bilməyən isim gəlməlidir. Most of them, most of you, most of us, some of them, some of the, məsəl üçün nəsə, some of those nəsə, cəm isimdirsə, məlum məsələdir ki, işarə əvəzliklərimizi cəm formasını işlədirik. Yox, sayılmayan isimdirsə, burada düzdür yazılmayıb, amma sayılmayan isimdirsə, işarə əvəzliklərin tək formasından istifadə etməliyik. Some of our health problems are directly linked to the nutrition style. Sağlamlığımızla bağlı bəzi problemlər birbaşa qidalanma ilə bağlıdır və s. Hər birinin üzərində bir daha deyirəm, nümunə verilibsə, nümunənin tərcüməsi də verilib. Sizin üçün rahat oxuyub, tərcüməyə baxıb, daha gözəl anlamaqdan ötürü. Boz. Sadəcə iki şəxs və ya əşyadan bəhs edərkən işlədilən boz sözü hər ikisi mənasını verir. Tək başına işlənə bildiyi kimi, özündən sonra cəm isim də gəlir. Yəni, boz bizdə cümlədə tək də işlənə bilər. Yox, əgər isim götürübsə də, həmin isim sayılan cəm isim olmalıdır. Çünki bozun hər ikisi mənası var. İkisi saydı, hər ikisi sözünə görə yalnız sayılan cəm isim gələ bilər. Məsələn, immediate attacks were launched against both fronts. Would you like milk or sugar or both in your coffee? These boys are both pretty industrious students. Both da özündən sonra of gələrsə də, əvəzliklərdirsə, obyekt halında olan əvəzlik olmalıdır. Yox, isim gəlirsə, ismin qarşısında təyin edici olmalıdır. Bir şey yadda saxlayın ki, boz birbaşa isim götürür, sayılan cəm isim. Boz of ilə işlənərkən təyin edici olsa da olar, olmasa da olar. Bax, bunu yadda saxlayın. Boz of ilə işlənərkən düzdür, burada deyilmir, amma boz o birilərdən fərqlidir. O birilərdə mütləq şəkildə of varsa da ismin qarşısında təyin edici olmalıydı. Amma boz təyin edici olsa da olar, olmasa da olar. All, whole. Özündən sonra həm cəm, həm də sayılmayan isim gəlir. Hamı,
hər şey, ol haqqında danışıram, hul haqqında yox. Hamı, hər şey bütün anlamında işlədilir. Cəm isimlərlə işləndiyi zaman xəbəri cəmdə, tək sayılmayan isimlərlə işləndiyi zaman isə xəbəri tək olur. Öl özündən sonra miqdar sayı ilə də işlənə bilir. Məsələn, all information sayılmayan isim gəlir. All stores sayılan cəm isim gəlir. All da özündən sonra of gələrsə, əvəzlikdirsə obyekt halında olmalıdır. İsim götürürsə də mütləq şəkildə artıq determin olmalıdır. Və davamında cəm isim və ya sayıla bilməyən isim gəlir. All bir object pronounla işlənərkən of cümlədən atıla bilməz. Yadda saxlayın. Əgər all-dan sonra obyekt halında əvəzlik gəlirsə də, obyekt halda əvəzliklər me, you, him, her, us, you, them, of gəlməlidir mütləq. Ofsuz işlənmir. Ofsuz all obyekt əvəzliyi götürmür. Məsələn, I need to speak to all of you. All of them are. Amma burada da deyir ki bizə all-dan sonra of-la gələ də bilər, gəlməyə də bilər. Of gəlibsə də ismin qarşısına article təyin edici ola da bilər, olmaya da bilər. Ola da bilər, olmaya da bilər. Tək işlənərsə də, cəmi bildirirsə də cəm isim, canlıları bildirirsə də, cansız əşya, cansız hər şey mənasını verirsə də, xəbər təkdə olmalıdır. Ol cümlənin mübtədası və ya onun təyin olduğu zaman inkar cümlələrdə işlədilmir. Ancaq not all forması ilə işlədilə bilər. Gəlin burada diqqətli olaq. Deyir all, əgər cümləmizin mübtədasıdırsa və yaxud mübtədanın təyinidirsə, yəni özündən sonra isim gəlibsə də, inkar cümlələrdə işlədilmir. Cümləmiz inkardadırsa işlətmirik. Amma not all forması ilə işlədilə bilər. Məsələn, not all the fruit is ripe, some of them is unripe. Bütün meyvələr yetişməyib, bəzisi kaldır. İnsanlar və əşyalar bir bütün olaraq nəzərdə tutulduğu zaman all qeyri-müəyyənlik bildirdiyi üçün ofsuz işlədilir. Diqqət eləyək cümləmizə. İnsanlar mənasında ol, yəni hamı. Əşyalar mənasında ol, yəni hər şey. Yəni ki, ol, hamı mənasını verirsə də və yaxud hər şey mənasını verirsə də, qeyri-müəyyənlikdə hamı deyəndə biz dəqiq bilmirik yaxud hər şey deyəndə. Ofsuz işlədilir. Orada artıq of lazım deyil. Məsəl üçün, baxın, all cats love milk. Bütün pişiklər südü sevir. Demirik all of cats, pişiklərdən bütünü. Yox. Axı bizə bütün anlamı veribdir burada. This book was written for all children everywhere. Bu kitab hər yerdə bütün uşaqlar üçün yazılmışdı. All children. Bütün uşaqlar, bütün hamısını nəzərdə tutur. All junk food is bad for you. Bütün abur-cubur yeməklər sizin üçün zərərlidir. Whole. Özündən sonra əsasən sayıla bilən isim gəlir. As, this, my kimi təyin edicilər wholedan öncə, alldan isə sonra işlədilir. Whole tək isimli işləndiyi zaman determinə cümlədən atıla bilməz. Mütləq şəkildə yadda saxlayaq ki, ümumiyyətlə əksər hallarda wholedan sonra sayıla bilən tək isim gəlir. Və yaddan çıxartmayaq ki, bütün təyin edicilərimiz, yəni article, işarə əvəzlikləri, yərlik əvəzlikləri alldan sonra işlənir, amma wholedan əvvəl işlənir. Məsələn, gəlin baxaq bir bu nümunəyə. It is not necessary to read the whole book. Gördünüz, Z harda durub wholedan əvvəl, amma all the book. Z harda durub alldan sonra. To get a general idea. İkisindən də eyni mənanı verir. Ümumi bir fikir əldə etmək üçün bütün kitabı oxumaq lazım deyil. Bütün mənasını verir ikisi də. Amma wholedan əvvəl qeyri-müəyyənlik artikeldə işlənə bilər. The child ate a whole bar of chocolate in one go.
Uşaq tək səfərdə bütün şokoladı yedi. Necə yəni tək səfərdə? Elə bir ki, deyək ki, uşaq bir nəfəsə deyək də, bircə dəfiyə bütün şokoladı yedi. Əhul artıq burada büsbütün yedi qutardı. Dişləyə yemədi. Ha, bax, əhul o mənanı verir. Bütüncənə yedi. We traveled throughout the whole country. Bütün ölkəni gəzdik. Whole özündən sonra zaman bildirən sözlə işləndikdə mütləq bir determinə, yəni bir daha bilirsiniz artıq determinə nədə almalıdır. All isə determinə olmadan da işlənə bilir. Bəli, bəli. Whole özündən sonra zaman bildirən sözlə işləndikdə. Zaman bildirən söz gəlirsə mütləq onun qarşısında nəsə bir təyin edici olmalıdır. Whole'un qarşısında. Amma all üçün bu mütləq deyil. Məsəl üçün, keep your sugar levels constant throughout the whole day Z ilə mütləq olmalıdır. Ya da all day. Bütün günü deməkdir, gün boyunca deməkdir. Gün boyunca şəkər səviyyənizi sabit tutun. I spent a whole day looking for this book and finally found it in a little old bookshop. Bütün günü deyir bu kitabı axtardım və nəhayət kiçik bir köhnə kitab mağazasında tapdım. Whole və all cəm isimlərlə işləndikləri zaman aralarında anlam fərqli olur. Məsələn, whole families normally shared one room in the 19th century. Yəni ki, entire families. 19-cu əsrdə bütün ailələr adətən bir otağı paylaşırdı. Bütün ailələrdən söhbət gedir. All families normally shared one bedroom in the 19th century. Yəni, each and every family. 19-cu əsrdə bütün ailələr adətən bir yataq otağı paylaşırlar. Yəni, hər bir ailə. Hər bir ailə. Digər determinlər, quantifierslər, azə, azəs, zı, azəsə, azəs, nazə. Azə. Nə deməkdir azə? Sifət kimi özündən sonra həm cəm, həm də tək isim alaraq başqa, digər, ayrı anlamlarında işlənir. Məsələn, these are not effective. We should find other ways of teaching essay reading. Bunlar yetərli deyil, məqalə yazmaq öyrənməyin başqa yollarını tapmalıyıq. İndi, bax, hal-hazırda mən azə haqqında danışıram mı? Və görürsünüzmü nə deyir? Əgər azədən sonra isim gəlirsə, müəllimlər, bu isim sayılansa mütləq şəkildə cəm olmalıdır və yaxud sayılmayan isim olaraq. Həm də tək isim olaraq başqa digər ayrı anlamlarında işlənir. Yox, bir dəqiqə dayanın. Azə sifət kimi özündən sonra həm cəm, həm də tək isim alaraq başqa digər ayrı anlamlarında işlədilir. There is no other work available at the moment. Xeyr, müəllimlər, tək isim deyəndə sayılmayan isim nəzərdə tutur, ha? Sayılan tək isim demir. Burada düzgün verilməyibdir qayda. Azə, azə. Ya sayılan cəm götürür, ya da sayılmayan isim götürür. Yəni, burada yazılan həm də tək isim, sayılan tək isimdən söhbət getmir. Sayılmayan isimdən söhbət gedir. Azə əvəzlik kimi isimsiz işlənə bilir. Məsələn, we have to solve this problem more than any other today. Bugün hər şeydən çox bu məsələni çözməliyik. Any azə, more than any azə, hər şeydən çox. Azəs, axırı es ilə olan əvəzlik olaraq işlədilir və özündən sonra heç bir isim gəlmir. Anlamca çoxluq ifadə edən isimlərin əvəzini işlədilir və başqaları, digərləri, o biriləri mənasını verir. These are not effective ways of teaching essay reading. We should find others. Bunlar məqalə yazmağı öyrətməyən faydalı üsulları deyil, başqalarını tapmalıyıq. Azə və azəs sözləri, diqqətli olaq, some, any, many və s. kimi qeyri-müəyyənlik ya da kəmiyyət ifadə edən sözlərlə işlədilə bilir və başqa, digər şəklində çevrilir. Baxın, our country has many other problems. Daha bir çox deməkdir.
Some others ikinci cümlədə. Some others. Bəziləri ki, ikincidir olaraq. Digərində any other part. Any other part. Daha çox hissələri deməkdir. The other, eləcə the other müəyyənlik artiklından. Bax, bu isə sayı bəlli olub çoxluq ifadə edən digər bir isim qrupunu bildirir. Həm sifət, həm də əvəzlik olaraq işləndirir. Sifət olaraq işləndildikdə özündən sonra həm tək, həm də cəm isim gəlir. Əvəzlik olaraq işlədildikdə isə tək ismin yerinə işlədilir. Müəllimlər, bax, z azədən sonra, sayılan tək isim işlənə bilir. Azədən sonra sayılan tək isim işlənmir. Amma müəyyənlik artiklından olan z azədən sonra sayılan tək isim işlənə bilir. Məsələn, we have two major problems. One is housing and the other problem is pollution. Digər problem və yaxud tək də işlənə bilir. Müəyyən görürsünüz nə deyir? Sayı bəlli olub, çoxluq ifadə edən digər bir isim qrupunu bildirir. There is three people in the room, two of them are chatting and the other is reading a book. Otaqda 3 nəfər var, ikisi söhbət edir, digəri isə kitab oxuyur. The others sadəcə əvəzlik olaraq işlədilir və çoxluq ifadə edən bəlli bir isim qrupunu bildirir. Əvvəlcədən bizə məlumat verilir o haqda. Sonra isə biz onları başqaları, digərləri deyərək the others ilə əvəz edə bilirik. Məsələn, I have read 7 of these 10 books. Bu 10 kitabdan 7-sini oxumuşam. The others still remain untouched. Digərləri, yəni ki, 7-sini oxumuşam, 3-ü qalıb da, bax, bu 3-ünü deyir. Digərləri hələ də toxunulmaz qaldı. Sonra nə gəlir bizdə? Ənazə. Ənazə, bunları da bilirik. Özündən sonra sayılan tək isim gələn ənazə həm sifət, həm də əvəzlik olaraq işlənir. Sifət deyəndə müəllimlər mütləq özündən sonra deməli isim gəlibdir ki, o sifət olubdur. Amma tək başına işlənəndə deməli o əvəzlikdir. Ən qeyri-müəyyən artiklı az əvəzliyin birləşməsindən düzəlir. Başqa bir, digər bir, daha bir anlamında işlədilir. No qeyri-müəyyən əvəzliyindən sonra ənazə əvəzinə azə işlədilir. Heç vaxt no ənazə demək olmaz. No ənazə deyilən birləşmə yoxdur. No azə birləşməsi var. Nümunələrin üzərində dayanmıram. Ənazə qruplandırma ifadə edən rəqəmlərlə işləndikdə özündən sonra cəm isim gələ bilir. Bəli, birbaşa ənazədən sonra sayılan tək isim gəlir. Yox, əgər biz ənazədən sonra say görürüksə də, deməli burada artıq isim cəmdə gəlməlidir. Məsələn, finished, bitirdiniz. No, I've got another 3 questions to do. Xeyr, daha 3 sualım var. Certain sifət kimi hər bir şeyi tam olaraq təsvir etmək və miqdarını bildirmək çətin olduğu durumlarda sayılan tək isimdən öncə and qeyri-müəyyən artiklla birlikdə işlədilir və bəlli, müəyyən, bəzi mənasını verir. Determinə kimi işləndikdə özündən sonra cəm isim gələ bilər. Bir daha deyək, sifət kimi deyiləndə, yəni özündən sonra isim gəlirsə da, hər bir şeyi tam olaraq təsvir etmək və ya miqdarını bildirmək çətin olduğu durumlarda sayılan tək isimdən öncə və qeyri-müəyyən müəyyənlik artiklı ilə işlədilir, bəlli, müəyyən, bəzi mənasını verir. Gəlin bunu nümunədə baxaq. It's against the law to leave children under a certain age alone in the house. Bəlli bir yaşın altındakı uşaqları görürsünüz, a certain age bəlli deməkdir. Bəlli bir yaşın altındakı uşaqları evdə yalnız buraxmaq qanuna ziddir. Certain members of the audience may disagree with what I am about to say. Dinləyicilərin bəzi üzvləri
deyəcəklərindən razılaşmaya bilər. Certain əvəzlik kimi işləndiyi zaman some ilə eyni anlam ifadə edir və özündən sonra of gələrsə ya obyekt halda əvəzlik ya da yenə deyirik təyin edicili işlənir və davamında cəm isim və ya sayıla bilməyən isim gəlir. Yenə də certain'dən sonra of varsa da ya əvəzlikdirsə obyekt halında olmalıdır, isim gəlirsə ismin qarşısında təyin edici olmalıdır, isim cəmdə ola bilər, isim sayılmayan da ola bilər. Məsələn, certain of the candidates were, gördünüzmü? Dedi ki, bizə some anlamına gəlir, yəni bəziləri mənasını verə bilər. None, none əvəzlik olaraq daha öncədən bəhsi keçən bir ismin yerinə tək başına isimsiz işlədilə bilir və heç bir şey, heç kim mənasını verir. None tək başına mübtada funksiyasında olduqda öncədən bəhsi keçən ismə görə xəbəri tək, həm də cəm ola bilər. Ümumiyyətlə müəllimlər, dərhal nandan sonra isim gəlmir, qətiyyən. Dərhal nondan sonra isim gəlməz. Özündən əvvəl hansısa isim haqqında məlumat verilirsə də, sonra biz onu nan ilə heç birini deyərək əvəz edə bilərik. Amma nan özündən sonra bir ismi təyin edəcəksə, mütləq of gəlməlidir. Və ofdan sonra yenə də ya obyekt əvəzlikləri, ya da təyin edicilər olmalıdır. Və nan ofdan sonra isim ya cəm olur, ya da sayıla bilməyən olur. Nümunələrin üzərində dayanmıram. Nan cümlədə xüsusi olaraq vurğulanmaq istədiyini zaman sayıla bilməyən isim, no amount of sayılan isimlə not one of ifadəsi işlədilir. Məsələn, gəlin baxaq. She was seriously ill that no amount of expensive treatment could cure her. Heç bir bahalı müalicənin onu sağala bilməyəcəyini qədər ciddi şəkildə xəstə idi. Heç bir no amount of expensive treatment. It was clear that no amount of negotiation. Heç bir müzakirənin. Not one member of. Bir nəfər də olsa, not one of the. Heç biri, bax bu mənanı verir. Half, gəlin halfa baxaq. Half özündən sonra sayıla bilən tək, cəm və sayılmayan tək isimli işlənir. Yarı, yarısı deməkdir. Diqqətli olun, görün nə deyir? Deyir ki, half özündən sonra müəllimlər nə götürür? Sayıla bilən tək də götürə bilər. Sayıla bilən cəm də götürə bilər. Və sayılmayan, yəni hər cür isim götürə bilər half. Half özü yarı, yarısı deməkdir. Of gələrsə də yenə ya obyekt əvəzlikləridir, ismin ya yaxud da ki isim gəlirsə, ismin qarşısında yenə deyir ki, nə olmalıdır? Təyin edici olmalıdır. Half bir object pronoun ilə bərabər işləndikdə yuxarıdakı digər nümunələrdə olduğu kimi of atıla bilməz. Lakin of üstəgəl determinə kimi işləndikdə halfdan sonra of atıla bilər. Baxın, almost half of us obyekt halında olan əvəzlik gəlibsə, of atıla bilməz. Amma o biri cümləyə baxın. More than half o deyə bilərik həm half of the refugees, həm də deyə bilərik ki, half the refugees. Of ola da bilər, olmaya da bilər, atıla bilər. The planning concluded 1.5 years. Nə deməkdir? Bir il yarım, one, bir və half years yarım. Bir il yarım. Many the only. Many və the only birləşmələrindən sonra sayılan tək isim işlənir. Many forması bir çox. The only isə tək, sadəcə, yalnız və s. kimi tərcümə olunur. Müəllimlər, biz artıq sizdən keçdik ki, bunu biz nəinki indi ümumiyyətlə bilirik həmişədən ki, many özündən sonra sayıla bilən cəm isim götürür.
Amma many ə ifadəsi many ədən sonra sayılan tək isim gəlir. Və mənası da eyni ilə many cəm isimlər necə çoxlu deməkdirsə, many tək isimdən də o da elə həmin çoxlu deməkdir. İkisi də eyni şey deməkdir. Sadəcə olaraq birbaşa many'dən sonra sayılan cəm isimdir. Many ədən sonra sayılan tək isimdir. Məsələn, many a man has gathered to protest the new regulations. Many a man əvəzinə biz many men də deyə bilərik. Eyni şeydir, məna eynidir. Bir çox adam yeni qanunlara etiraz etmək üçün toplaşır. Məsəl üçün, the financial situation of many a peasant becomes unsustainable. Biz deyə bilərik many peasants. Many a peasant, many peasants. Hər bir ikisi çoxlu kəndlilər deməkdir. Fərqi yoxdur. That is the only area we haven't searched. Tək deməkdir, sadəcə, yalnız deməkdir. Axtarmadığımız tək yer buradır. Enough. Özündən sonra sayılan tək və cəm həm də sayılmayan isimlərlə də işlənir. Kifayət qədər, yetərli deməkdir. Təyin edici söz kimi enough isimdən əvvəl, sifət, zərf və feildən isə sonra işlənir. Məsələn, there isn't enough contact between teachers and parents. Müəllimlərlə valideynlər arasında yetərli qədər münasibət yoxdur. Enough harda durur? İsmin qarşısında. Enough'dan sonra necə isim gələ bilər? Sayılan tək və cəm və yaxud da ki, sayılmayan isim. Kifayət qədər yetərli deməkdir. Not, amma enough sifət, zərf və feildən sonra işlənir. Not everyone was convinced that matters were progressing fast enough. Hər kəs işlərin kifayət qədər sürətlə irələdiyinə əmin deyildi. Qaydanın arxı dalına baxın. Sayılan tək isimlə işlənən zaman an artiklı enough'dan əvvəl işlənir. Baxın, he was unable to find a clever enough excuse for his rough behavior. Clever, ağıllı deməkdir. Enough cleverdən sonra gəlib. Deməli, enough sifətə görə işlənib burada. Excuse sayılan tək isim olduğuna görə artikılla mütləq işlənməlidir. O da durub onlardan əvvəl. Enough sözündən sonra preposition of gələrsə, yenə də həmin qaydadır. Ya obyekt əvəzlikləri ya da mütləq şəkildə ismin qarşısında təyinəcilər olmalıdır. Və davamında sayılmayan və ya cəm isim gəlir. I don't understand enough of the words. Enough of sayılan cəm. Və yaxud enough of that blue paint. Enough of sayılmayan. Sonra so, such, to, very. So haqqında qulaq asaq. Əsasən sifət və ya zərflərin qarşısında işlənir. Elə, çox deməkdir. I am really sorry that I was so vague and blunt. Bu qədər qəribə və açıq sözlü olduğum üçün doğrudan üzr istəyirəm. So well, çox yaxşı. Yəni ki, yadda saxlayaq ki, so-dan sonra sifət və yaxud zərf gəlir, isim gəlmir. So isimlə yalnız əgər so-dan sonra sifət gəlibsə, isim gəlməlidirsə, orada mütləq şəkildə artıq artikl durmalıdır ki, isim gələ. Birbaşa sifətdən sonra isim gəlməz so-dan sonra. Onların arasında həmin so-nu isimdən ayırmaq üçün və yaxud ən artiklı gəlməlidir. Yoxsa ki, elə birbaşa ismi gətirə bilmərik. Məsələn, it was so fascinating a movie that I couldn't help watching open-mouthed. Və yaxud so cold a day. Yalnız bu formada gələ bilər. Such isimlərlə işlənir, elə belə deməkdir.
Such ilə isim arasında sifət işlənə bilər. Əgər isim sayılan təkdirsə, sifətin önündə an article-da işlənir. Bunu bilirik. Məsələn, bir cədənəcə nümunəyə baxaq. It is easy when you have such a great teacher. Sizin belə gözəl müəlliminiz olanda çox asandır. To əsasən sifət və ya zərflə işlənir. Çox, həddindən artıq deməkdir və negativ, yəni mənfi anlam ifadə edir. Neither too hard, nor too soft. Nə çox sərt, nə də çox yumşaq. Either I hit too hard or these hands are too soft. Ya çox sərt vurdum, ya da bu əllər çox yumşaqdır. To, diqqət edin müəllimlər. To isimlə yalnız, necə ki so isimlə so-nun arasına mütləq şəkildə article girir. Elə də burada to-dan sonra sifət gəlib, sonra isim gətirmək istəyiriksə, mütləq biz sifətdən sonra isimlə sifətin arasında article olmalıdır. Qeyri yolla bu gələ bilməz. Birbaşa gələ bilməz. Məsəl üçün, it was too complicated a question to answer in a minute. Bir dəqiqə içində cavablanmayacaq qədər çox qəliz sual idi. Görün nə yazılıb? To before adjective adverb plus to verb 3. Verb 1. Baxın. The water was too cold to swim in. Hətta deyərdim ki, bu bizim 7-ci sinifin qaydasıdır hal-hazırda. To-dan sonra əgər sifət gəlibsə də və yaxud zərf gəlibsə də, feil to ilə işlənməlidir. Yəni ki, to-lu məsdər gəlməlidir mütləq şəkildə. To, cold, to swim. To, belə yadda saxlayın. To. To-dan sonra sifət, feil gəlirsə məsdərdə gəlməlidir. To-lu məsdər gəlməlidir. Too much, too many, too few, too little. Bunların hamısını biz keçdikdə too much salt, məsəl üçün, bəli, there is too much salt in this soup. Şorbada hədsiz çox duz var. There were too many dogs on the beach. Sahildə olduqca çox adam var idi. I didn't like this book because there are too few pictures in it. Bu kitabı bəyənmədim çünki içində çox az şəkil var. Nədir to? Gücləndirici. Birazca emosiya verən, gücləndirən. Very, sifət və ya zərflərin qarşısında işlənir və çox, xeyli anlam ifadə edir. Məsələn, not very bright, but definitely very, very bold. Çox ağıllı deyil, amma kəsinliklə çox cəsarətlidir. It is a team of very highly trained professionals. Bu, çox yüksək təlim keçmiş peşəkarlardan ibarət komandadır. Very'yə baxın, əgər biz very isimlə işlədiriksə, article very'dən əvvəl durur. A very adjective noun. Məsələn, we have a very special guest. A very strong drug. Quite, razə, bərabərlik dərəcəsində olan sifət və zərflərlə işlənir. Tamamilə, tam, büsbütün, olduqca, xeyli deməkdir. Məsələn, now I am quite comfortable with my decision. İndi qərarımdan çox razıyam, tamamilə razıyam, olduqca razıyam mənasını verir. You seem to be adapting to life here quite well. Deyəsən, burada həyata çox yaxşı uyğunlaşırsan və yaxud tamamilə uyğunlaşırsan. Quite isimlə necə işlənir? İsmin artiklı quite'dan sonra gəlir. Quite'dan sonra sifət gəlibsə də, an article sifətdən əvvələ keçir. Məsələn, it was quite a boring speech. There was quite a crowd. Yadda saxlayın, heç vaxt ismin artiklı quite'dan əvvəl dura bilməz. Yalnız quite'dan sonra dura bilər. Amma baxın, razı. Yox, böyük məbləğ və miqdarları bildirmək üçün quite'dan sonra quite a lot of, a few, a little, a bit, olduqca çox, xeyli, böyük ölçüdə, quite a bit, quite a lot isə bəzən tez-tez mənasında işlənir. Baxın,
We bought quite a lot of new furniture, didn't we? Çoxlu yeni mebel almışıq, elə deyil. Yeah, quite a bit. Aha, olduqca çox. I understand you have quite a few medical complaints. Anladığım qədərilə səhhətinizdə bağlı çoxlu problemləriniz var. Və s. Razə. Axırıncıya baxın. Did you used to come here quite a bit? Bura tez-tez gələrdinizmi? Görürsünüz? Quite a bit. Quite a lot of bəzən tez-tez kimi də tərcümə olunur. Razə bərabərlik və ya müqayisə dərəcəsində olan sifət və zərflərlə işlənir. Olduqca bir xeyli deməkdir. Məsələn, it's rather cold today. Bugün nisbətən soyuqdur. She behaved rather foolishly Zazaday. Keçən gün özünü çox axmaqcasına aparırdı. Bir daha razə isimlə işlənərsə, artikel müəllimlər qeyri-müəyyəni artikel razədən sonra da gələ bilər, razədən əvvəl də gələ bilər. Təyin edicilər some, those, təyin edici razədən əvvəl durmalıdır. Sonra sifət, sonra isim. Məsələn, it was rather a surprise. Və yaxud it is a rather long, complicated story. Rather emiz. Some rather bad news. Yadda saxlayaq some. Belə yadda saxlayaq article, qeyri-müəyyəni article. Razədən əvvəl də gələ bilər, razədən sonra da gələ bilər. Some, those və yaxud da ki, təyin edicilər razədən əvvəl işlənir. Böyük məbləğ və miqdarları bildirmək üçün razə a lot, olduqca çox. İfadəsi işlənir razə a lot, necə ki dedik quite a bit kimi. Tez-tez mənasını da verə bilər. A bit of, bits of, a piece of, loads of, a load of. A bit of, bits of. Özündən sonra bütün isimlərin işlənə bildiyi a bit of forması biraz, az, azca anlamında. Bits of isə çoxlu kiçik parçalar, hissələr mənasında işlənir. Some, a piece of, pieces of-un alternativi kimi işlənir. Məsələn, do they need a bit of help with their luggage? Bagajlar üçün biraz yardıma ehtiyacları varmı? Have you lost a bit of weight? Biraz kilo vermisən? We have a bit of problem. Biz biraz problemimiz var. There were bits of glass everywhere. Hər yerdə şüşə parçaları var idi. Nələr gəlir? Özündən sonra bütün isimlərin işlənə bildiyi. Baxa, diqqət edin buna. A bit of, bits of. Özlərindən sonra bütün isimlər işlənə bilir. Sadəcə olaraq a bit of, biraz az, bits of, çoxlu kiçik parçalar, hissələr deməkdir. A piece of, əsasən sayılmayan isimlərlə işlənir və biraz, az, bir parça deməkdir. Bunu bilirik, amma loads of, a load of, özündən sonra həm sayılmayan tək, həm də cəm isim gəlir və bir çox, çoxlu, xeyli anlamında işlənir. Baxın, we looked for a lot of houses before we bought this one. Bu evi almadan əvvəl çoxlu ev axtardıq. A lot of houses, çoxlu ev axtardıq. Sayılmayan da gələ bilər, sayılan cəm də gələ bilər. There is lots of information about wildlife in documentaries. Belgesəllərdə yaban həyat haqqında bir çox bilgi var. There are lots of great cafes in London where you can sit outside and watch the world. Londonda çöldə oturub dünyanı seyr edə biləcəyiniz çoxlu gözəl kafelər var. Loads özündən sonra isim almadan zərf kimi işlənə bilir. Məsələn, there is loads to do today. Bugün görüləsi çox iş var. Örnək sualımıza baxaq, müəllimlər. Which of the following sentence includes ungrammatical usage of quantifiers? Verilmiş cümlələrin hansında miqdar sayı səhv işlənmişdir? Buyurun,
Amma götürdüyünüz variantı mənə izah etməlisiniz. Buyurun, kim istəsə cavab verə bilər. Dərsimizin axırıdır. Deyərsənmi Nigəri? Sizcə hansı variantda miqdar bildirən söz quantify səhv işlənib və yaxud Elazad müəllimi? Müəllimə, mən yerini itirdim. Əlim dəydi. Nigəri. Səhvəm də zəhmət olmasın. 64 deyil, səhvəm. 64'dür. Nigəri, nə fikirləşsən qızım? Mən fikirləşirəm, amma C-ni fikirləşsən? Yox, əlbəttə ki, C deyil, çünki many özündən sonra sayılan cəm isim götürür. We had a good many questions. Many olardısa da sayılan tək götürərdi. Məsələn, A variantında, baxın müəllimlər, numerous sayılan cəm isim götürür. The numerous awards düzdür. B variantında scores sayılan cəm isim götürür. Düzdür. C variantında many sayılan cəm isim götürür. Düzdür. D variantında amount sayılmayan isim götürür. Money götürür. Düzdür. Səhv olan Y variantıdır. Amount tərkibində amount və yaxud deal olan ifadələr özlərindən sonra sayılmayan isim götürməlidirlər. Ona görə Y variantında a vast amount of students, görürsünüz students burada cəmdədir. Bu yanlışdır. Bu yanlışdır artıq. Çünki amount sayıla bilməyən isim götürür. Elə bizim də variantımız Y variantıdır. Başa düşdünüzmü? Sadəcə olaraq mən sizi başa düşürəm, siz hələ